Cənab Prezident, ilk növbədə sizi bu bayramla təbrik edirik və istərdik ki, siz bu xoş, gözəl gündə xalqımıza öz arzunuzu çatdırın. Mən də sizi bayramınızı təbrik edirəm. Sizin televizyon kanalının bütün işlərini təbrik edirəm. Bu xoş gündə mənim arzularım Azərbaycan xalqına xoşbəxt həyat, sülh, əmin-amanlıq, rifah. Siz görürsünüz, indi insanlar necə rahat yaşayırlar, gəzirlər, istirahat edirlər. Mən də bu işdən evə gedirəm. Amma buralara baxın, görün insanlar necə istirahat edirlər. Çox yaxşı istirahat edirlər, rahatlıqdır. Heç kəs heç kəsə toxunmur, heç kəs heç kəsi itələmir, döymür, yaxud ona başqa bir zədə gətirmir. Ancaq siz gəncsiniz, bir 7-8 bundan öncə Bakıda belə mümkün deyil. Buna görə bizim ən böyük nailiyyətimiz bu bayram günü deyə bilərəm. Biz Azərbaycanda sabitlik yaratdıq, ictimai siyasi sabitlik və insanlara rahat yaşamaq imkanı yaratdıq. İnsanlarımızı baxın, hamınız siz, gözəl qızlar, oğlanlar, uşaqlar, hamısının əhval-ruhiyyəsi yaxşı. Keyfiniz yaxşıdır, görürəm, istirahat edirsiniz. Mən də sizə baxdıqca mənim keyfim daha da yaxşı olur. Çox sağ olun. Bayramınız var. Bəli, günaydın aparam. Hər gün Ruşka yüzündən qurbanmaq istəyərdim. Avtograf yəni. Yaxşı olasın. Ruşka bir vəsat yazmayın. Ayda, Ruşka kimdə var? Ola dedi. Bilirsiniz ki, tariximizi yada salsaq, 28 may 1918-ci ildə Tiflisdə Milli Şuranın 26 üzvünün iştirak etdiyi Böyük Məclisdə yeni hökumət və Xalq Cümhuriyyəti elan olundu. Gəlin, bu hökuməti yaradanların qarşısında baş əyək, tariximizi bir daha yada salaq, tariximizə yad olan, səhv olan ifadələrdən tamamilə yadlarımızı silək. Bu münasibətlə, müstəqillik günümüz münasibəti ilə bütün Azərbaycan xalqına xoşbəxtlik, həyatın ən şirin niməti olan can sağlığı diləyir. Bugün 2002-ci ilin may ayının 28-idir. Bugün biz şəhərə çıxdıq, baxaq görək bu bayram günündə Bakı əhlisi nə ilə məşğul oldu. Və gördüyünüz, indicə gördüyünüz bu kadrların şahidi olduq.